Dollar sadece valyuta değil, bu bütün ABŞ iqtisadi modelinin təməlidir. Dollar güclü olanda ABŞ ucuz borc alını bilir. Büdcə kəsiri asanlıqla maliyyələşdirilir. İnflyasiya digər ölkələrə ixrac edilir. Dollar zəifləyəndə borca xidmət xərcləri artır. İnvestorlar daha yüksək gəlirlik tələb edirlər. Maliyyə sisteminə inam azalır. Məhz buna görə də uzunmüddətli trendin qırılması təkcə bazar siqnalı deyil, həm də geosiyasi riskdir. Başa düşmək vacibdir. Bazarlar nadir hallarda bir gün içində dönür. Trendin dəyişməsi illərlə davam edə biləcək bir prosesdir. Lakin məhz 2025-ci ildə tarixi bir qırılma nöqtəsi kimi düşə bilər. O zaman ki, dollar şərtsiz, təhlükəsiz liman olmaqdan çıxır. Alternativlər ciddi şəkildə nəzərdən keçirməyə başlanıldı. İnam tədricən digər aktivlərə və valyutalara axmağa başladı. Əgər DXY indeksi əsas dəstək səviyyələrindən aşağıda möhkəmlənərsə, növbəti mərhələ enişin sürətlənməsi olacaq. Bu aşağıdakılara gətirib çıxara bilər. Qızıl və gümüşün bahalaşmasına, regional valyutaların möhkəmlənməsinə, alternativ ehtiyat aktivlərinin marağının artmasına. Buna görə də indi digər valyutaların ilk növbədə yen, avro və funtun özünü necə apardığına baxmaq vacibdir.